Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün mənəvi dəyəri yüksək olan iftar süfrəsi təşkil olundu. Tədbir müqəddəs Ramazan ayının ruhuna uyğun şəkildə keçirildi. İlk olaraq Azərbaycanın dövlət himni səsləndirildi. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca Göyçay rayon komitəsinin sədri çıxış edərək Ramazan ayının birlik, mərhəmət və həmrəylik ayı olduğunu vurğuladı. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının hər zaman davamlı olacağını bildirdi. Din xadimləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri də çıxış edərək Ramazan bayramının mənəvi mahiyyətindən, paylaşmağın və bir arada olmağın əhəmiyyətindən danışdılar. Təşkilatçılara təşəkkürlərini ifadə etdilər. Qeyd olundu ki, belə görüşlər cəmiyyətimizdə milli mənəvi dəyərlərin möhkəmlənməsinə və vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir. Səmimi və duyğulu atmosferdə keçən iftar süfrəsində iştirakçılar bir-biri ilə ünsiyyət quraraq xatirələrini bölüşdülər. Dualar oxundu. Tədbir həmrəylik, ehtiram və minnətdarlıq hissləri ilə yadda qaldı.